dövrü düşür. Yəni çox yox, Meçə Abbasilərin dövrünə düşür. Çünki Abbasilər bilirik ki, 750-dən gəlir hakimiyyətə. Deməli, Xürrəmlər hərəkatı məğlub olmasına baxmayaraq xilafəti kökündən sarsıtdı. Demədim ki, süqut etdirdi, sarsıtdı. Çünki xilafət də, yəni Abbasilərin də mövqeyi zəifləyəndə, Aysa xan sülaləsində, bəli, belə deyildi. Hökmdarın da mövqeyi zəifləyəndə artıq ona tabi olan o ərazilərdə müstəqilliyə meyilliliklər güclənir. Feodallar ona qarşı çıxırlar, siyasi oyanışlar baş verir. Məsələn, həmin ərəfədə Azərbaycanda siyasi oyanış baş verdi və nəticədə Azərbaycanda 5 feodal dövlət yarandı. Adını sadəcə deyim, keçdikcə yazarıq. Şirvanşahlar, Sacilər, Rəvvadilər, Şəddadilər, Salarlərdə başdan deməliydim, o yeri qarışdı. Aha, indi gəlin uşaqlar, indi birinci başlayırıq Şirvanşahlar dövlətindən. Çalışın, biraz qısa yazdım ki, Şirvanı yerləşdirək bura. Deməli, Şirvanşahlar dövləti Azərbaycanın şimal-şərq ərazisində yaranıbdır. Şirvanşahlar dövləti Azərbaycanın şimal-şərq ərazisində yaranıbdır. Şirvanşahlar dövləti ərəb mənşəli Məzyədlər sülaləsi tərəfindən qoyulubdur. Bilək ki, Şirvanşahlar dövləti mövcudluğu ilində dövründə 3 sülalə orada fəaliyyət göstərir. Baxın, Məzyədlər, sonra gəlir Kəsranilər, ondan sonra gəlir Dərbəndilər. Uşaqlar, biz danışırıq hələ ki Məzyədi. Məzyədlər sülaləsi Ərəbistandan ki dediyi, ərəblər Azərbaycanı tutandan sonra nəinki Azərbaycanı tutduğu ərazilərə deyildiyi köçürmə siyasəti edir. Həmin o köçürülən tayfalardan biri Səyyarə. Bax, bu Məzyədlər sülaləsinin nümayəndələridir. Onlar Ərəbistandan bu ərazilərə etnik dayaq yaratmaq məqsədi ilə gəlibdir. Biz Məzyədlərdən 2 hökmdar deysəm, görəsəm düzgün olarmı? 2 nümayəndənin adını çəkirik. Birincisi Yezid, o birisi kimdir? Yezid ibn Məzyəd, o birisi də Məhəmməd ibn oğlu deməkdir. Məhəmməd ibn Yəzid. İndi danışıram, bax, bu Yəzid kişidən. Bu Yəzid kişi Şirvana Ərəb xilafəti tərəfindən Azərbaycanın şimal-şərqinə ilk canişin kimi təyin olunubdur. Şirvanın ilk canişini ərəblərin dövründə kim olubdur? Deməli deyirik ki, Yəzid ibn Məzyəd olubdur. Yəzid ibn Məzyəd gəlir və deməli Aran ərazisində Bərdə adlı yerdə özünə əmirlik yaradır. Nə yaratdı? Bərdə əmirliyi yaradır. Ondan sonra nə edir? Ondan sonra onun oğlu gəlir hakimiyyətə, onun davam etdirir. Kimdir bu? Məhəmməd ibn Məzyəd. Məhəmməd ibn Məzyəd atasından sonra canişinliyin ya da əmirliyin mərkəzini köçürür 859-cu ildə Gəncəyə. Bax, burada niyə deyirəm, biraz qarışıq məsələlər var. Dövlət yaranana qədər dövr, dövlətin yaranmasından sonraki dövr. Məsəl üçün, desəm ki, Bərdə əmirliyi Şirvanşahlar dövlətinin vaxtına düşür, yox. Paytaxtın Gəncə olması düşür, yox. Onları vaxt götürmür. Sonra, məsəl üçün, Aranda Bərdə yaradıldığı düşür, cümləni biraz qarışdırdım, deyirik ki, yox. Ondan sonra gəlirik 861-ci ildə Heysam ibn Xalid, İbn dedik ki, ərəbcə oğlu deməkdir. Xalid 861-ci ildə gəlir Şirvanda ilk dəfə Şirvanşah titulunu qəbul etməklə dövlət qurur. Şirvanşahlar dövləti 1538-ci ilə qədər ən uzun ömürlü feodal dövləti deyirik, fəaliyyət göstərir. Şirvanşahlar dövləti 3 dəfə paytaxt olur. Şirvan, sonra təhlil edirik, Şamaxı və nəhayətində hər olur? Bakı olur. Şirvanşahlar dövlətində dedim Məzyədi, Kəsrani, Dərbəndilər. Məzyədi 861-dən 1027-ci ilə qədər fəaliyyət göstərir. 1027-dən 1382-ci ilə qədər Kəsrani olur hakimiyyətdə. 1382-ci ildən 1538-ci ilə qədərsə Dərbəndilər olur. Səfəvilər tərəfindən varlığına son qoyulur. Azərbaycanın, bax,
Tapmaq istəsəniz paytaxtlara gedin. Azərbaycanın şimalında yaranıbdır. Şirvan Azərbaycanın şimalında, amma ərəb mənşəli feodal dövləti idi. Hansı hadisədən sonra yarandı? Xürrəmlər hərəkatından sonra Abbasilərin zəifləməsi nəticəsində yarandı. Dövlətə qədər, bir də dinləyərəm səni, dövlətə qədər iki nümayəndə adı tanıdım. Yazid ibn Məziyyət, Məhəmməd ibn Yənzib. Dövlətdən sonra, belə deyim, 10-cu əsrə qədər, 9-10-cu əsrdə iki hökümdar adı tanıyıram. 9-10-cu əsrlərdə. Birincini tanıyıram Heysam ibn Xalid, ikincini tanıyıram Əbu Tahir. Xaliddə bir dənə nəyi demədim? Deyir ki, Xaliddən sonra, bax, Xaliddən sonra da bu cümləni deyirəm, Tahirdən sonra da deyirəm. Deyirəm ki, varisləri ondan sonra da dövləti layiqincə idarə edir. Hətta Heysamın Xaliddən sonra onun varisləri Şirvanda deyir, ambar tikdirir, taxıl ambarı. Hansı ki, o taxıl ambarda, nə bilim, quraqlıq vaxtı, cəmaatın ehtiyacı olan vaxtı istifadə məqsədindən, cəmaata kömək məqsədindən. Sonra gətirəm 917-ci ildə hakimiyyətə Əbu Tahiri. Əbu Tahirdən bir cümlə bilirik. 918-ci ildə adam paytaxtını köçürür hara? Şamaxı şəhərinə. Ondan sonra deyirik ki, Tahirin devrində ərazisi cənubdan Kür çayından, baxaq, xəritədə çünki görəsiz, Kür çayından, bəli, şimalda Dərbəndə qədər geniş bir əraziyə nə olur? Sahib olur. Sonra bunu dedik, Şamaxıya paytaxtı köçürür. Tahir haqqında iki cümlə bildik. Sonra sual-cavabda toparlayarıq bir dəfədə. Ondan sonra nə danışırıq? Orada bir də mənbə var, uşaqlar, onu özünüz baxın. Şamaxı şəhəri niyə? Şam əxi, Şamın qardaşı mənasındadır. Sadəcə özünüz oxuyarsınız. Onu ərəb səyyahı belə adlandırıb. Sonra deyirik ki, 10-cu əsrin 80-ci illərində Şirvan ya da ki Şirvanşahlar dövlətinə ərazilər birləşdirir. Qəbələ, Bərdə, Şəki, Tabasaran, Sənariyə və 988-ci ildə isə bura birləşdirilir Dərbənd əmirliyi. Dərbənd şəhəri və Dərbəndi iki dəfə Şamaxıda, Şirvanda görürük. Bir min neçədə? 75-ci ildə və bir də 988-ci ildə. Şirvan haqqında bax bildiyimiz budur. Gəlirəm idarə etməsinə. Buradan bir qrafa çəkim görsənir yəqin ki. Baxın, Şirvanı idarə edən şahdır. Dedim axı, Heysam ibn Xalid Şirvanda şah titulu qəbul edir. Şirvan şah. Şah qeyri-məhdud hakimiyyətə malikdir. Ondan sonra hakimiyyət irsən gəlir. Bunu zaten elə bu Yeziddən irsən gəlməyə başlayır. Sonra deyir ki, burada şahzadəni görürəm. Şirvanşahlar bölünür inzibati cəhətdən əyalətə. Həmin əyalətlərdə şahzadələr tərəfindən idarə olunur. Sonra mən burada görürəm hacib. Hacib qapçı mənasını verir. Sarayda bu məclislərin, mərasimlərin təşkil olunması üçün. Sonra vəziri deməmişəm. Niyə? Vəzir maliyyə inzibati işlərə baxır. Onun da dövründə hakimiyyət irsən, yəni öz oğluna keçirilirdi. Vəzir bu haqda düşünürəm ki, Şirvandan düşünürəm ki, yadımda heç nə çıxmadı yadımdan. Gəlirəm Şirvandan sonra Dərbənd, Tiflis Müsəlman Əmirliyi və bir də Şəki hakimliyi haqqında məlumat verməyə. Uşaqlar, Dərbənd, ümumiyyətcə hər sadaladıqlarım var, istər Şirvan, istər Dərbənd, Tiflis Müsəlman Əmirliyi, Şəki. Hamısını deyirsiniz ki, 9-cu əsrin 60-cı illəri yaranıb. Oxşar cəhəti odur. Hamısı şimaldan, Azərbaycanın şimalında yaranıbdır. Bax, onların oxşar cəhəti olaraq bunu götürür. Gəlirəm Dərbəndə. Dərbəndi yaradan adam Heysam, mən onu Sulaka kimi deyirəm. Heysam kimdir? Heysam? Yox. Haşim, Əl-Sulami, Sulaka. İkisində görəsiniz. Haşimlər tərəfindən yaradılır. 869-cu ildə deməli, xilafətə qarşı baş verən üsyandan çıxışdan istifadə edir. Adam özünün Haşimlər sülaləsinin əsasını qoyur. Ondan sonra Dərbənddə biraz əvvəl biz dedik, nəyi dedik? Bir də Dərbəndin qədim adlarını deyək. Babul Əvvab, Hun qapısı, Qapılar qapısı, sonra məsələn Albaniyanın dövründə Çolada görmüşük Dərbəndin adını.
budur. Dərbəndin var olmasının ərəblər üçün əsas yaxşı işi o idi ki, şimaldan gələn hücumların qarşısını alırdı. Dərbənd hansı idi? Bizim Qartalın ən son qurtaracağı idi. Məsələn, Dərbəndlə bağlı bunu bilərik ki, tutaq ki, Şəhriyarın dövründə ərəblər, orada canişin idi axı Şəhriyar, onlardan vergini azalırdı ki, siz şimaldan gələn hücumların qarşısını alın. Ay, sağ ol, Xəzərlərin də bəri gəlişinin qarşısını almaq məqsədindən, amma Xəzərlərdə qoçağın tez-tez gəlirdilər və yaxşı da nəticə göstərirdilər. Sonra burada uşaqlar sizlə danışırıq Tiflis Müsəlman Əmirliyini. Tiflis Müsəlman Əmirliyi 8-ci əsrin 30-cu illərində Gürcüstan ərazisində, amma ərəblər tərəfindən yaradılan bir əmirlikdir. Mərkəzi Tiflis şəhəridir. Düzdürmü? Tiflis şəhəridir. Sonra burada 3 sülalə görürəm. Hansılardır? Şuheyblər, Şeybanilər, Cəfərilər. Sonra görürük ki, 1121-ci ildə Didqori döyüşündə ərəblər məğlub olur və 1122-ci ildə Tiflis Müsəlman Əmirliyi süqut edir. Yəni artıq biz tutaq ki, 1123-cü ildən sonra Tiflis Müsəlman Əmirliyi deyə bir cümlə qura bilmərik. Sonra gəlirəm Şəki hakimliyi. Şəki hakimliyi, mən əslində niyə çıxartmamışam bilmirəm. Şəki hakimliyi təxminən bax bu ərazilərə düşür. Düşürmü orada görsənirmi? Bəli, Şəki hakimliyi buradadır. Azərbaycanın ən ziddiyyətli bölgəsidir. Niyə? Burada xristiyan və İslam qarşı durması var. Gəlin baxaq. Yadınızdanmı? Mən 3-cü Mömin Vaçakan'dan danışanda demişdik ki, Şəkidə orada manastır tikilmişdi onun dövründə. Yəni orada deyir ki, Gürcülər keçmiş Albanları xristiyan dininə çəkmək istəyir. Gəlin bir gedək xatırlayaq görə. Bu Albanlar xristiyanlıq nə vaxt olur? Urnayrın dövründə rəsmi olur. 2-ci Vaçe dönü çıxır, bir də 3-cü Mömin Vaçakan. Yəni zaten bunların kafasında bir xristiyanlığa meyillik var. İndi bu burada olan o kilsədə də Gürcülər həmin o Albanların, keçmiş Albanların kafasını karışdırır ki, gəlin xristiyanlığa. Biz də axı 7-ci əsrdə bizdə İslam dini var. Ümumiyyətcə bu bir ortaq cəhətdə deyim, bütün feodal dövlətlərin rəsmi dini İslam dinidir.